Ən çox yetkinlik dövründə başlayır, amma yaşlı dediyimiz 20 yaş üzərində bütün pasientlərdə müşahidə oluna biləcək bir haldır. Bu da həzm straktı, həzm sistemi çox böyük rol oynayır. Qəbizliyin olması və yaxud ishalın olması, bağırsaqda olan flora pozğunluğu, disbakterioz dediyimiz patologiyalar, qun invaziyaları, parazitlər, hormonal disbalansın pozulması, qalxına bənzər vəz bunların belə deyək başında dayanan böyük bir faktorlardan biridir. Bütün bunları nəzərə alaraq pasientdə səpki də ola bilər, ləkə də ola bilər. Ləkələrin çox səbəbi öd yolları, qaraciyər fermentlərinin miqdarının dəyişməsi və həmçinin ksanterezma dediyimiz və yaxud dəraltı pi toxumaları. Bəli, pi toxumaları. Onlar da, yəni onları təmizləməklə, üz baxımı ilə və yaxud da plexi cihazı ilə götürüb bütün üzdə var o, necə, yəni cihazla bütün üzü yandırmaq. Ona görə mütləq şəkildə səbəb daxildən, inanın, cavan olsa belə, bəzən arıq görünüşlü olsa belə, lipid spektrin, triqlisitlərin, qanda xolesterin miqdarının çox yüksək olduğu pasientlər vardır. Yəni bunların səbəbi birbaşa daxili orqanlardır. Daxildə müalicə edirik ki, təkrar yaranmasın. Papillomalar da bunlara aiddir, hansı ki, xoşxassəli törəmələrdir. Bunları da cihazla götürürük. Mütləq şəkildə bunu, yəni qurdalamamaq lazımdır. Əl vururuqsa, eşiriksə, qaşıyırıqsa, bəli, mütləq şəkildə onların izi qalır. Hətta bu yaxınlarda bir 50 yaşında pasiyentimizi 30 neçə ilin post-akne çapıqlarından qurtardıq. Cibzələrin çapıqlarından. Bəli, və deyək ki, bugünə kimi mənə deyirlər ki, bunun müalicəsi yoxdur tibdə. Hər zaman deyirəm, yəni mən bunu aparat kosmetologiyası işlətmirəm. İnyeksiya ilə, sırf dərman maddəsinin düzgün seçilməsi və düzgün metodla, texnika ilə tətbiq olunması nəticəsində çapıqların da müalicəsi tam şəkildə mümkündür. Bütün bunları sadəcə olaraq 1-2 seansa yox, yəni bu da normal bir haldır. İllərin patologiyasıdır biz orada və o qədər tibb inkişaf edib ki, çox preparatlarımız vardır ki, biz bunu inyeksiya vasitəsilə əldə edə bilirik. Ortalama 4 seans deyərdim. 4 seansdan az düşünmürəm. Yenə də bu da dəri tamlığı nə qədər pozulub, onun dərinliyi və uzun müddət nə qədər müddət olduğu önəmlidir. Ona görə də biz bunlarda, yəni çapıqları da tam şəkildə sırf çapıq üçün biorevitalizasiyalarla və yaxud da egzazom kimi regenerasiya bərpa edən preparatlarla tam şəkildə hamar dərini yarada bilirik.